Xəzər rayonunda dəhşətli cinayət hadisəsi baş verib. Məlumata görə 41 yaşlı Pərvanə Eyvazova yeni doğmuş övladın həyatına qəsd edib. Hadisə Türkan qəsəbəsi ərazisində baş verib. Qadın 3 gün öncə dünyaya gəlmiş körpəsini dənizə ataraq öldürüb. Səbəb məsuliyyətsizlik ola bilər də. Yəni ki, ana öz övladını necə boğa bilər? Yəni bu ağla sığılan bir şey deyil. Körpəsini dənizə atan qadının özü yox, qardaşı Türkan qəsəbəsində yaşayır. Onlar da bildirirlər ki, xəbəri mediadan öyrəniblər. Yəni bu evdə mi yaşayırdı xanım? Mən də sizə deyirəm ki, bir saat yarımından qabaq mən bilmirəm, bilmişəm bu hadisəni. Mən sizə necə cavab verim? Xəbərim yoxdur, anam. Deyirəm ki, mən bu günləri bilmişəm. Həmin 11 noyabr tarixində xanım sizdə mi yaşayırdı? 11 olsaydı bu söhbət, mən bilərdim də yəqin ki, bir valideyn kimi, bir qardaş kimi, bir ailə nümayəndəsi kimi. Xanım sizin nəyiniz olub? Baldızım olub, bizim uşağımızın yaşı olub, onlarla əlaqəmiz olmayıb. Onlar bura gəlməyib? Xeyr, heç biri gəlməyib bizim evə. Onlar bizdən özü, Pərvanə özü bizdən çoxdan çıxıb. Lap 4 ay, 5 ay, yay təsəvvür edin. Bəs Türkana gəlib? Türkana biz bugün bilmişik, xanım. Yaxınları deyir ki, Pərvanənin ailə daxili problemləri olub. Boşanmaları olub, bəli olub. Bəs özü, yəni uşağı görmüşdünüz mü? Xeyr, bizim heç nədən xəbərimiz. Uşağın olduğundan da xəbəriniz yox? Olduğundan da xəbərimiz olmayıb. Onun psixoloji problemləri varsa, bir də onu deyə bilərəm ki, onda çatışmayan cəhətləri odur. O da Allahın izni ilə hakim araşdıracaq, polis bizim əməkdaşlarımız araşdıracaq. Qeyd edək ki, körpənin meyidinin tapılması və hadisənin təfərrüatlarının araşdırılması istiqamətində hüquq mühafizə orqanları tərəfindən işlər davam etdirilir.